get-gedə çətinləşir. Vallahi çətinləşir. Peyğəmbər bu zamanlardan çox danışıb. Hər zaman danışıb ağlayıb. İmam Sadiq əleyhissalamla var hədis. Mən görmüşəm ki, ağlaya-ağlaya danışıb ki, and olsun Allaha imtihana çəkiləcəksiniz. Necə sürmə gözdə imtihana çəkilər. Sürməni çəkən bilir nə vaxt çəkib, amma nə vaxt gedəcək bilinmir. O zaman gələcək ki, insanlar səhər dindədir, bilmir haçan dindən çıxacaqlar. Axşama dində qalmayacaqlar. O gün mən bir hədis oxuyurdum İmam Sadiq əleyhissalamla, buyurur, and olsun Allaha, bir-birinizdən, İmam Hüseyin əleyhissalam buyurur bunu, bir-birinizdən təngə gələcəksiniz, möminlərə deyir. Bir-birinizin, çox üzr istəyirəm, hədisdə gəlib, üzünə tüpürəcəksiniz, bir-birinizə lənət oxuyacaqsınız. İman əhli bir-birinə lənət oxuyacaq, din əhli bir-birinə lənət oxuyacaq və o zaman bizim nəslimizdən olan bizim övladımız zuhur eləyib və bu pisliklərə son qoyacaq. Belə bir zaman olacaq. Çətindir indi haqda möhkəm dayanmaq. Çox küləklər əsir, insanları azdırır, çaşdırır, insanlar qalır ki, necə olsun, fəsad, günah, fikri azğınlıqlar, bunların hamısının müqabilində əlləzinə qalu Rabbunəllah summəstəqamu. Onlar ki, dedilər, Rəbbimiz Allahdır və möhkəm